İnsanlar var ki, değerli kardeşler, Allah onlara geceler ve gündüzler nimetleri bol bol yağdırmağına bakmayarak elə edirlər ki, günahları sanki Allah yokmuş kimi. Lakin Allah Teala mümini elə vəsf edir ki, Kur'an-ı Kerimdə o kəslər ki, günah eləyəndə, fahiş bir iş görəndə, nəfslərinə zülm eləyəndə Allah dərhal onların yadına düşür. Fəstəğfəru lizunubihim. Və Allah yadlarına düşəndən sonra ki, Allah'a qarşı səhv elədim, günah elədim, xəta elədim, Allah'tan bağışlanma deyirlər. Və mən yəğfiru zunubə illallah. Günahları da Allah'tan başqa bağışlayan mı var? Var mı Allah'tan başqa sənin qəlbindən sıxıntıları qaldıran? Var mı Allah'tan başqa işləri asanlaşdıran? Var mı Allah'tan başqa başıvu dik eləyən? Var mı Allah'tan başqa səni yerlərdən və göylərdən ruzulandıran? Yoxdur. Allah'dır. Ona göre Allah Teala layıqdır ki, sen günahları terk eder.